Salam. Allah'tan hər bir evə ruzi bərəkət arzu edirəm. Mən bugün gül suyu hazırlayıram. Gül suyu üçün mənə lazımdır gül ləçəkləri, limon duzu, qaynar su. Əvvəlcə gül ləçəklərimizi təmiz yuyuruq. Ləçəklərimizi yuduqdan sonra suyu süzülür. Sonra bir qazan götürüb, kim istəsə bankada da eləyə bilər. Mən burada 700 qram yarpaq götürmüşəm. Üzərinə 1 litrdən artıq qaynar su tökürəm. Güllərimizi taxta qaşıqla qaynar suda ısladırıq. Üzərinə 1 qaşıq limon duzu atırıq. 1 çay qaşığı limon duzu. Limon duzu atmasak olmaz, çünki onun rəngi gözəl çıxmır. Qazanımızın qapağını qoyur, isti bir əski ilə bükür, bir gün saxlayırıq. Sonra isə süzürük. Artıq bir gün keçdi, gül suyumuzu aça bilərik. İndi isə bunu süzək. Suyumuz hazırdır. Biz bu gül suyunu qaynanam hər il öz həyətimizdə olan qızıl güllərdən hazırlayır. Çox faydalıdır. Şəkər xəstəliklərinə, ürək xəstəlikləri üçün çox faydalıdır. Gənc qızlarımız üzlərindəki makyajları sildikdən sonra qızıl gül suyu ilə üzlərini gözəl şəkildə nəmləndirə bilərlər. Hazırladığınız gül suyunu butulkalara doldurub xaladilnikdə 1-2 il rahatlıqla saxlaya bilərsiniz. Nuş olsun.